Hoş gördük dostlar. Salam, hoş gördük. Gəldim Romadan. İtaliyanın paytaxtı Roma şəhərindəyik. Bu günləri ilk nə etdim? İlk deməli hava limanından düşən kimi gəldim ilk Nizami Gəncəvinin heykəlini tapdım. Villa Borghesi'də. Demək olar ki, bu park İtaliyanın Roma şəhərinin ən məşhur parklarından biridir. Çox gözəl, böyük parkdır. Burada deməli Gogol'un da heykəli var, Firdevsinin də heykəli var. Firdevsi deməli yazıcı olub, yazıcı şair olub. Bizim böyük yazıcımız Nizami Gəncəvinin də heykəli bu parkda yerləşir. Papaların, Sezarın vətənində Nizami Gəncəvinin heykəlini görmək necə də xoşdur. Buna görə də Heydər Əliyev fonduna, şəxsən Mehriban xanıma, cənab prezidentimizə çox böyük təşəkkür edirəm. Minnətdaram ki, bizim böyük şairimiz Nizami Gəncəvinin heykəlini məhz Romada ucaldıblar. Borghese parkı çox gözəl parkdır. Bayaqları ki, 3 oğlan keçirdi. Deməli, biri Pakistandan idi, biri Kaşmirdən idi, biri Afqanistandan idi. Üçü də durdular, şəkil çəkdirər Nizami Gəncəvinin heykəlinin yanında. Çox bəyəndilər, dedim, bu bizim böyük şairdir. Baxmayaraq ki, fars dilində yazıb, Azərbaycanlıdır. Çox təşəkkür edirəm. Baxın, Nizami Gəncəvinin heykəli Borghese parkında.